Implementasiya suallarından sxemdə 17 yaşlı gəncin ontogenezi mərhələləri yenə onları deyirdi və biz burada ikinci sualımızı bizə təqdim edən suala baxırıq. Cədvəli tamamlayın. Birinci mərhələnin başlandığı orqan və başa çatdığı orqanı verib bizə. Birinci mərhələ harada baş verirdi? Gəlin biz yenə sxemə baxaq. Deməli, birinci mərhələ başlanğıc dövrü idi. Dedik ki, uşaqlıq borusunda baş verirdi mayalanma və başa çatırdı harda? Uşaqlıqda. Yəni, uşaqlıqda implantasiya olana qədər olacaqdır. Ona görə də düzgün cavabımız, yəni ikinci sualda başlandığı orqan uşaqlıq borusu olacaqdır. Başa çatdığı orqan uşaqlıq olacaqdır. Uşaqlıq. Dedik ki, birinci mərhələ başlanğıc dövrü idi və bu mayalanma baş tuturdu uşaqlıq borusunda. Gedib 4-5 günə çatırdı, boru ilə hərəkəti müddəti idi 4-5 gün başlanğıc dövr. Uşaqlığa çatırdı. 2 gündə burada qalırdı. Bunları da cəmləyəndə və biz alırdıq 6-7 gün. Bunun dövrü bitirdi bundan da.